Görə bu xalqı düşünən oğlan kimdir bu? Bu nə deyir bu? Baxaq, bir daha baxaq mı buna? Baxaq. Yağış resmen abırımıza aparır. Qar yağanda en maksimal həddi yağır. Yağış yağanda şəhər çaya dönür. Düzdür, suyun qalmasında özümüzdə də günah olur. Amma bu köhnəlmiş kanalizasiya sisteminin günahkarı bizdəyik. Bizim günahımız tullantılarla doğru davranmamağımızdır. Bir dənə görüntü çıxdı qabağıma sizə də göstərim. Bazarlarda tullantıları kanalizasiya xəttinə atılır. Bizim kanalizasiya sistemimiz onsuz da Allah'a təvəkkül yaşayır. Biz oraya balıq atarlar. Biz deyirik ki, kanalizasiya salfetka belə atmayın. Bunlar meyvə, balıq, toyuq nə gəldi atırlar. Bu yağışın yağmağı nə qədər şeyin üstündən görürsünüz. Biri elə su kollektorunun üstündə tikilən evlər. O evi bilə-bilə tikib. Kiməsə satan adam da bilir sizə nə satmış. O adamlara bu sahadakı bu qaynatadan arzu edirəm. Kürəşəndə təpi ilə necə vurub sağ kürəşəndə. Bu kimdir dəyərli vətənəm? Bu kimdir bilirsinizmi? Bu kimdir? Bu anası əlləməli adam. Bu Rəfail Coşqun'da var ha, o Rəfail. Rəfail Coşqun'a baxmışsa Rəfail Coşqun. O Rəfailin oğludur deyirlər. Amma baxıram ki, bunun burnuna başına baxıram ki, Rəfailin oğlu olsa da atasına oxşamır. Geçsin DNT test eləsin, görsün atası kimdir. Hansısa Bandatlerdə ya Daxili İşlər Nazirliyində hansısa generaldır mı? Birincisi. Geçsin onun atasını tapsın babına. Məsləhət bilirəm. İkincisi, deyir, kollektorun üstündə ev tikən günahkardır. O evi tikmək üçün 20 dənə devlət orqanı qol çəkir. Ən başda da fövqəladə. Niyə görə kollektorun üstündə tikilən evə devlət qurumları icazə verir? Niyə görə sən onlara səsini çıxarda bilmirsən? Bu bir. İkincisi, bütün yağışın günahını attı. Nə bilim, bir dənə balıq düşübdü, bir dənə balıq düşüb, bir dənə sirsipi, safetka, marketka düşüb, meyvə qırığı düşübdü. Hansısa kanalizasiya bütün günahı attı xalqın üstünə. Yəni, bunlar hamısı Bandatlerin küçükləridir. Bunlar hamısı Bandatlerin küçükləridir. Bunlardan da başqa var o petkalar, metkalar var. Hamısı, dəyərli vətənlərim, bunlar Daxili İşlər Nazirliyinin, banditizmin, Dövlət Təhlükəsizlik Xidmətinin trollarıdır, küçükləridir. Bunlar ancaq xalqı günahkar çıxardırlar. Yəni, devlətin polisi var. Devlətin polisi var. Necə deyərlər? Digər hüquq mühafizə orqanları var. Bundan başqa ekologiyası var bunun. Ekologiya nəzarət eləyən qüvvələri var bunun. Antisanitariya tədbirləri var, qurumları var. Bunlar hara baxırlar ki? Niyə baxırlar? Hara baxırlar ki o kanalizasiyaya sipil tökülür? Niyə? Niyə elə hər şeydə xalqı günahkar çıxartmağa çalışırlar? Buradan o Rəfailin oğluna deyirəm. Anası əlləməli. Anası əlləməli. Arvadı parmaqlanmalı. Sən xalqı günahkar çıxartdığına elə bomboğlansansa, elə xalq düşünən adamsansa, hakimiyyəti də düşündə, Lükün günahı devlətdirmi? Bəli, o Lükü mən çəkmişəm. Biz çəkmişik o Lükü. Nətər olur ha? Formula 1'in maşınlarından biri qəziyyət düşəndə 20-25 il qabaq Elçibəy yad açıyor. Elçibəyin vaxtında qurulan Lükdür deyirsiniz. İndi biz deməyək mi ki, bu Əliyev hakimiyyətinin qurduğu Lükdür? Lükün belə dəmir ilə dəmirdir. Ömürkən buran kimi qırılır. Kanalizasiyalar hamısı bərbad. Çinin oğlu geobloggerdir. Çinin oğlu geobloggerdir. Xalqı düşünür.